Bismillahirrahmanirrahim. Və salatu və selamu ala Rasulillah və ala alihi və ashabihi və mən valah, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Allah cümləmizi eşidib faydalananlardan eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Və əməllərimizdə və sözlərimizdə riyanın payının olmamasını nəsib eyləsin. Əziz qardaşlar, bugün neçənci dərsimizdir? 6-cı dərsimizdir. Muhammed ibn İsmail Əl-Buxarinin sahih kitabının şərhində. Bugün Allah Azze ve Celle'nin izni ilə 5-ci hədisin şərhinə toxunacaq. Həmən hədisin mətninə başlayıram. An Sa'id ibn Cübeyrin an ibn Abbasin fi qavlihi Teala la tuharrik bihi lisanaka lita'jala bihi qala kana Rasulullah sallallahu aleyhi ve sellem yu'alicu minət tenzili şiddeten وكان مما يحرك شفتيه فقال ابن عباس فأنا أحركهما لكم كما كان رسول الله صلى الله عليه وسلم يحركهما وقال سعيد أنا أحركهما كما رأيت ابن عباس يحركهما فحرك شفتيه فأنزل الله تعالى لا تحرك به لسانك لتعجل به إن علينا جمعه وقرآنه قال جمعه له في صدرك وتقرأه فإذا قرأناه فاتبع قرآنه قال فاستمع له وأنصت ثم إن علينا بيانه ثم إن علينا أن تقرأه فكان رسول الله صلى الله عليه وسلم بعد ذلك إذا أتاه جبريل استمع فإذا انطلق جبريل قرأه النبي صلى الله عليه وسلم كما قرأه. Sa'id ibn Cübeyr radiyallahu anhu Abdullah ibn Abbas radiyallahu anhumadan belə rivayət eləyir. Sa'id ibn Cübeyr qardaşlar Abdullah ibn Abbas radiyallahu anhumanın böyük tələbələrindən idi. Və Sa'id ibn Cübeyr radiyallahu anhunun Quran-ı Kərimin təfsirində çox adını eşidəcəksiniz. İbn Abbas radiyallahu anhumadan Quran-ı Kərimin təfsirini rivayət eləyən ən böyük İslam alimlərindəndir. Buyurur ki, Abdullah ibn Abbas radiyallahu anhunun Allah'ın bu ayəsi haqqında belə eşitdim. Allah Quranda buyurur ki, La tuharrik bihi lisanəkə lita'cələ bih. Quran-ı Kərimi əzbərləməyə tələsərək, ayədir bu. Quran-ı Kərimi əzbərləməyə tələsərək dodaqlarını tərpətmə. Dodaqlarını tərpətmə ayəsi nazil oldu. Peyğəmbər sallallahu aleyhi və səlləmə ayələr nazil olanda Peyğəmbər sallallahu aleyhi və səlləm nə olurdu qardaşlar? Ayətin ağırlığından təsirlənirdi. Ayətin ağırlığından nə olurdu? Təsirlənirdi, yorulurdu, həkdən düşürdü. Və bu halda ayəni unutmasın deyə o əziyyət qarşısında Cəbrail aleyhissalam ayəni Peyğəmbər sallallahu aleyhi və səlləmə oxuyaraq onun ağırlığından ayəni unutmasın deyə, təkrar o ağırlığı yaşamasın deyə unutmaqdan qorxaraq nə edirdi Peyğəmbər s.ə.v? Dodaqlarını tərpədərək ayəni Cəbrail aleyhissalamdan eşidəndən həmən sonra təkrarlayırdı ki, yadında qalsın. İbn Abbas radiyallahu anhuma bu hədisi, bu ayənin enmə səbəbindən danışarkən tələbələrinə Peyğəmbər sallallahu aleyhi və səlləm necə dodağını tərpədirdi, özü pratik olaraq göstərir. Və sonra Sa'id ibn Cübeyr deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə elədiyini İbn Abbas bizə belə örgədirdi. Özü də Cübeyrin tələbələrinə dodağını o şəkildə tərpədir. Deyir ki, İbn Abbas belə tərpədirdi, o da deyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu şəkildə tərpədirdi. Və Allah Teala Quran-ı Kerimdə buyurur ki, qardaşlar, La tuharrik bihi lisanəkə lita'cələ bihi. Quranı əzbərləmək üçün tələsərək dodaqlarını tərpətmə. Nə üçün? İnnə aleynə cəm'əhu və Qur'anə. Çünki biz Quranı cəm eləyəcək və onu sənə oxutturacaq. Harada cəm eləyəcək deyir Allah Teala? Peyğəmbər s.ə.v-in sinəsində, köksündə, ürəyində. Yəni Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə bildirir ki, dilini əzbərləmək qorxusu ilə, əzbərləmək səbəbi ilə tərpətməyə gerək yoxdur. Yetər ki, sən Cəbrail aleyhissalamın
ayəni sənə oxuyarkən, oxuduğu zaman dinləyəsən. Dinləməyin yetərlidir. Biz o Quranı sənin qəlbində cəm eləyəcəyik və sonra onu sənə düzgün şəkildə oxutturacaq. فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ Əgər Cəbrail sənə oxuyarsa, onu dinlə, dinlədikdən sonra o sənə oxuduğu kimi sən oxu. Əsnasında deyil, nə zaman? Sonra. ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانًا Sonra Quranın içindəki hökmlərin mənalarını biz sənin qəlbinə ilham eləyəcəyik. Sonra فَكَانَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem بَعْدَ ذَٰلِكَ اِذَا أَتَاهُ جِبْرِيلُ اِسْتَمَعَ Bu ayələr nazil olduqdan sonra Cəbrail aleyhissalam bir də gəldikdə ayələrlə Peyğəmbər sallallahu aleyhi ve sellem bir daha dodaqlarını tərpətmədi. Cəbrail aleyhissalam gətirdiyi ayələri diqqətlə dinlədi. Cəbrail getdikdən sonra o dinlədiyi ayələri sahabələrinə oxumağa başladı. Aydındır qardaşlar? Hə? Bu hədisi İmam Müslim Müsafirlərin namazı kitabında rivayət eləmişdir. Yəni bu hədisi tək Buxari deyil, həmçinin kim rivayət eləmişdir? Müslimdə rivayət eləmişdir qardaşlar. Bu hədisin faydalarını, həmən faydalarına keçək. Hədisin mətnini təxminən bildik, düzdürmü? Yəni Rasulullah sallallahu aleyhi və səlləmə ayələr enərkən Peyğəmbər sallallahu aleyhi və səlləm nəyi eləyir? Nədən çəkindirilir? Çəkindiriləndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm nə eləyir? Bunları bildik, düzdürmü? Cəbrail aleyhissalam ayə gətirir, Peyğəmbər sallallahu aleyhi və səlləm əzbərləmək üçün tələsir. O tələsməkdən Peyğəmbər sallallahu aleyhi və səlləm qadağa olunur. Ayə Peyğəmbər sallallahu aleyhi və səlləm qəlbinə enir. Sonra Cəbrail aleyhissalamı dinləməyi əmr olunur. Cəbrail getdikdən sonra ona nazil olan ayəni sahabələrinə Peyğəmbər sallallahu aleyhi və səlləm oxuyur. Burada aydın olmayan bir şey var mı? İndi bunun içindən faydalar çıxardaq qardaşlar. Bu dinlədiyinizdən bəzi faydaları mən sizə xatırladacağım. Və sizin anladığınız bir fayda olarsa onu siz də deyin. Biz sonunda neyniyək? Faydaları götürək. Və unutmayın qardaşlar. Bu din bir adamda cəm olmayıb ola da bilməz. Muhammed sallallahu aleyhi və səlləm istisna. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra bu şəriət ümmətdə cəm olmuşdur. Bir adamda deyil. Ona görə bizim üçün Rasulullah sallallahu aleyhi və səlləmdən sonra kimsə masum deyil. Hər hərəkəti doğru olsun. Hər kəs xata elə bilir. Biz Mədinədə oxuyarkən mən magistraturada bir gün Şeyx Abdurrazaq el-Bədir sinifə girir, deyir ki 9 tələbə idik. Deyir, Ayətəl Kürsünü yazıram. Ayətəl Kürsünün faydaları haqqında kitab yazıram. Baqara surəsinin neçənci ayəsidir? 255. Ayətəl Kürsünü yazmışam və Ayətəl Kürsünün içindəki faydalar haqqında kitab yazıram. Dedi, kimdə Ayətəl Kürsünün faydası haqqında fayda varsa mənə desin, mənə yardım eləyin. Və şeyx özü yazdığı faydaları gətirdi, bir-bir sinifdə oxudu. Və maşallah tələbələrdən də şeyxə fayda olaraq ayədən çıxardılan istinbatları, faydaları xatırladan oldu. Şeyx çox məmnun oldu. Biz burada nə öyrəndik? Sənin elmi səviyyən olsa da, ola bilər ki, bəzi tələbələrin bəzi şeyləri səndən əlavə olaraq da faydalar başa düşə bilər. Onun üçün də qardaşlar, bu qapı bağlı deyil. Bu hədisləri oxuyarkən, mən şərhləri oxuyarkən faydaları çıxartmağa çalışdım. Tabii ki, bütün faydaları çıxartmış olmaq imkanım var mı? Xeyr. Siz də əgər bir fayda əldə edərsinizsə, onu deyərsiniz, biz də faydalanarıq. Həmən keçək 5-ci hədisin faydasına. Bu hədisdən çıxardılan faydalardan biri İsbət ennəl Qur'anə kəlamallah. Bu hədisdən ispat olunur ki, Quran-ı Kərim Allahın kəlamıdır. Quran-ı Kərim Allahın kəlamıdır. Allah öz kəlamını Cəbrail aleyhisselamlə Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbinə endirir. İkinci fayda, bəyan hifzullahi teala lil Qur'an.
Dəlil var ki, Allah endirdiyi bu kitabı özü qoruyacaq. Qur'anı kim qoruyacaq qardaşlar? Allah özü qoruyacaq. Tarix boyu İslam düşmənləri, müsəlmanlar dinlərini yanlış anlasınlar deyə bəzi ayələri dəyişdirməyə çalışıblar. Hərəkələrini dəyişdirməyə çalışıblar. Ayələrin içinə mənanı pozası kəlmələr salmağa çalışıblar. Bəzi ayələri silməyə çalışıblar. Bəzi Qurandan olmayan ayə adı ilə özləri uydurduqları kəlmələri idrac eləməyə çalışıblar. Allah hər zaman bu xurafələri ortaya çıxardıb hafiz qulları tərəfindən. Bir çox ölkələrdə hətta Quran-ı Kərim adı ilə çap eləyib, nəşr eləyib, yayımlananlar da oldu. Bir çox hafizlər tərəfindən həmən bunlar kəşf olundu və gərəkən yerlərə müraciət olundu və bu Quranlar, bu Quran-ı Kərim adı ilə çap olunanların hamısı tez yığışdırıldı. 14 əsrdir qardaşlar, Quran-ı Kərim oxunur. 14 əsrin içində İslam düşmənləri bacarmışdır müsəlmanları öldürməyə, torpaqlarını işğal eləməyə, İslam xəlifələrini öldürməyə, müsəlman ölkələrini dağıtmağa hər cür şeyi başarmışdılar. Amma Allahın kəlamını, Quran-ı Kərimi dəyişdirməyi nə eləmişdilər? Başarmamışdılar. Bu ayə, bu hədisin içində dəlillərdən biri də odur ki, Allah öz öhdəsinə alıb öz kitabını qorumağını. İnnə aleynə cəm'əhu və Qur'anə. Quranı cəm eləmək və onu başqalarına oxutturmaq bizim işimizdir, deyir Allah Teala. Başqa bir ayədə, Quran-ı Kərimdə başqa bir yerdə ayə var. İnna nahnu nazzalna zikra ve inna lehu lahafizun. Kur'an'ı kim nazil etti? Biz. Biz de onu koruyacağız deyir Allah Teala. Ve burada da faydalardan biri nedir? Kur'an-ı Kerim her cür təhrifdən Allah tarafından ne olur? Korunur. Üçüncü fayda, Peygamber sallallahu aleyhi ve sellemin elmi ezberlemeye haris olması. Neye haris olması? Neye? Elmi ezberlemeye Peygamber sallallahu aleyhi ve sellemin haris olması. Hardan çıxardırıq bu faydanı? Cebrail aleyhisselam oxuyarkən Peygamber sallallahu aleyhi ve sellem ezberlemeye tələsməsi. Şeyh İbn Utheymin, Muhammed İbn Salih el-Utheymin, siz orada axılarınızı yığışdırın. Belki deyirəm uzanasınız, bir mütəkkizat da göndərək. Şeyh İbn Utheymin rahmehullah deyir ki, eğer biz her okuduğumuzu yadımızda saxlaya bilseydik, çox cavan yaşlarında alim olmağa ehtimalımız olardı. İndi sən təsəvvür elə, adam 18 yaşında kitab oxumağa başlayır. Təxminən 10 il oxusan kitabları üzündən, yəni oxuyub eləsən, İslamı anlatan əksər kitabları oxuyub bitirmiş olarsan. Təfsirdə, tövhiddə, fiqhdə, usulda, sirada, tarixdə, hər şeydə İslamın təməl kitablarını oxuyub bitirmək potensialın var. Yaxşı, İslam kitablarını oxuyub bitirdikdən sonra sən artıq bir dərəcəyə gəlib çıxmış olarsan, düzdürmü? Lakin Şeyh İbn Utheymin deyir ki, məsələ elmi kitablar sadəcə oxumaqla adam alim ola bilməz. Elm əhli ola bilməz, sadəcə oxuyub keçməklə. Bizə qalan deyir, oxuduğumuz kitablardan ancaq əzbərlədiyimizdir. Elm ona görə qardaşlar əzbərlənməlidir. Ona görə siz düşünməyin, elm əhli danışarkən deyir ki, filan ayədə belədir, filan hədisdə belədir, filan alimin şərhi belədir. Bu filan kitabda gəlib bu məsələdə, bunun dəlilləri buradandır, bu istinbat oradan çıxardıb. Bunlar bunu bir dəfə oxuyub da yadlarında saxlayıblar. Xeyr, bu bir ömrün əziyyətidir, bu uzun bir zəhmətin səmərəsidir. Bir məsələni 100 dəfə, bəlkə də 200 dəfə müzakirənin nəticələridir. İnsanlar yatarkən, kafelərdə, barlarda gəzərkən, bazarlarda alver eləyərkən, elm əhli gecələrini gündüzə qatıb bu elmi əzbərləyiblər. İnsanların önünə çıxıb dindən danışarkən bunu çox süzgəclərdən keçiriblər. Çünki Allahın dinindən insan özündən danışa bilməz. Ona görə qardaşlar, alimlərə hörmətimiz buradan irəli gəlir ki, onlar bizə nəql elədiyi elmləri yata-yata deyil, ömürlərini bu elmi oxuyub, anlayıb, yazıb,
əzbərləməklə keçirdikləri üçün başımızın tacı eləməliyik. Və buradan çıxardılan faydalardan biri nədir? Elmdən insanın qazandığı şey nədir? Elmdən əldə elədiyi, əzbərlədiyidir. Tabii ki, bunun arxası ilə onu əməl etmək, onu təbliğ etmək, bunlar da hamısı yardımçılardandır. Faydalardan biri də qardaşlar, elm tələb eləməyin ədəbindəndir, müəllimi dinləmək. Ne demək? Ha? Müəllimi dinləmək. Peyğəmbər sallallahu aleyhi və səlləm müəllim, yəni Cəbrail aleyhissalam ayəni oxuyarkən eyni zamanda dilinin tərpətməsi xoşa gəlməyən bir şey olduğu üçün nə oldu? Qadağan olundu. Dedi, sən müəllimi dinlə. Allah Teala dedi ki, müəllimi dinlə. Peyğəmbər sallallahu aleyhi ve sellem müəllimi kim idi? Cəbrail aleyhissalam. Və buradan nə fayda çıxardırıq biz? Bu cümlədən elm tələbəsinin ədəbindəndir ki, müəllimi danışarkən sözünü kəsməsin. Onu sonuna kimi dinləsin. Əgər danışacaq bir şey olacaqsa, müəllimi söhbətini bitirdikdən sonra danışsın. Bu da bir fayda vermək istəyirəm, qardaşlar. Mən də bu münasibətlə, bilirsiniz, dərs keçirəm, bəzən dini söhbətlər eləyirik. Yəni bu video ilə çəkilən dərslərimizdən əlavə də bizim başqa dərslərimiz də olur. Bəzən dərs əsnasında bizdə bu qaydadır ki, dinləyirik axıratan, dərsdən sonra anlamadığımız şeyləri dilə gətiririk. Düzdürmü? Niyə bu qaydaya biz riayət eləyirik? Çünki adətən elm tələbələri və yaxud da müəllimlər bir məsələni ərz eləyərkən bir neçə, eyni anda bir neçə yöntəmdən düşünmək məcburiyyətindədirlər. Başa düşürsünüzmü? Dərs əsnasında müəllim bir məsələnin izahını çatdırarkən müdaxilə olunması, həmən söhbətlərin olunması müəllimin fikrini dağıtır, demək istədiyi faydalar sonra yaddan çıxa bilir. Ona görə hala buraxmaq lazımdır ki, hətta çatdırmaq istədiyi bilgilər çatdırılsın, ondan sonra o arada da bilmədiyi şeylər düzəlilsin. Tabii ki, danışıq əsnasında fəqərələrin içində anlamadığınız bir şey olarsa, izinlə müdaxilə eləyib, izinlə sözünü həmən kəsmədən onun anlamadığını, anladığın şəkildə izahatını istəyə bilərsən. Düzdürmü? Ha? Misal üçün, qardaşlar, bir şey deyim sizə. Məsələn, bir kəlmə işlədəcəm. Azərbaycan dilində məşhurdur, amma ola bilsin bir çox Azərbaycanlılar bilmir. Məsələn, tədricən sözü. Deyirəm ki, qardaşlar, elmi biz tədricən oxumalıyıq. Tədricən oxumaq önəmlidir. Ona görə ki, və bu tədric sözünü sən başa düşmədin. Həmən əlvi qaldırırsan. Müəllim baxır, görür ki, sən əlvi qaldırdın. Orada deyir ki, buyur. Sən deyirsən ki, müəllim, o tədric sözündən başa düşmədim. Çünki müəllimin daha sonra izah elədiyi, tədric kəlmədən sonra izah elədiyini tədric sözün başa düşməsən, başa düşməyəcəksən. Başqa faydalardan məhrum olmamaq üçün o həssas nöqtəni eləməlisən, başa düşməlisən. Amma bunu izin almadan müdaxilə etmək də elmi ədəblərə müxalifdir. Deməli, qardaşlar, faydalardan həmçinin 5-incisi əl-i'timadu alallah ma'bəzlil əsbəb. Allaha hər şeyimizdə güvənməmiz, etimad etməmiz doğru səbəblərdən tutaraq. Peyğəmbər s.ə.v səbəblərdən tuturmu? Bəli, səbəblərdən tutmağının biri Cəbrail əleyhissalamdan dinləməsidir. Dinləməyin özü əzbərləməyin yollarından biridir. Dinləməyin özü elmi qazanmağın səbəblərindəndir. Amma onu əzbərləməyi də kimə etimad eləyir? Yəni dinlədiyinin qəlbində sabit qalmağına kimə etimad eləyir? Allaha. Biz ruzi qazanmağımızda, elm oxumağımızda, hər hansı bir işimizdə doğru səbəbləri tuturuq, Allaha etimad eləyirik, o zaman bu doğru inançla yəni gerçəkləşmiş olur. Faydalardan biri, qardaşlar, sünnə, Peyğəmbər s.ə.v-in hədisləri əslində Quran-ı Kərimi şərh etmək üçün var. Məsələn, İbn Abbasın sözü ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dodağını belə tərpədirdi, belə eləyirdi. Bu ayənin emmə səbəbini göstərir, düzdürmü? Bu ayənin emmə səbəblərindən biri bu hadisədir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə eləyirdi, belə eləyirdi. Əgər bu hekayə olmasaydı, bu
əsər olmasaydı, biz bu ayənin enmə səbəbini bilərdik mi? Niyə enib bu ayə? Bunun məqsədi nədirsə bilməyəcəkdik. Ona görə sünnəni inkar eləyənlər, qardaşlar, Quranın anlaşmasını istəməyənlərdir. Kimi görsəniz Peyğəmbər s.ə.v-in sünnəsinə dil atır, sünnəyə qarşı şübhə oyatmağa çalışır, sünnəni bir yolla inkar eləməyə çalışır, əslində Quran-ı Kərimin içindəki mənaların insanlara çatmasını istəməməsindən iləri gəlir. Aydındır bu nöqtə. Siz elə düşünməyin ki, bunlar Qurana hörmət eləyir deyini, sünnəni, Quranı üstün tuturlar deyə sünnəyə belə yanaşırlar. Xeyr, Quran-ı Kərimin insanlara çatmağını istəməyənlərdir bunlar. Çünki Quran-ı Kərimi açıqlayan şeylər nədir? Hədislərdir. Allah Quran-ı Kərimdə namaz qıl deyir. Nə deyir? Və aqimus salat və atuz zəkat. Namaz qılın, zəkat verin. Allah Quranda deyirmi ki, günorta namazını 4 rəkat qılın? Ha? Eşitmədim. Deyir mi? Demir. Biz bunu hardan bilirik? Hədisdən bilirik. Ona görə buradan çıxardılan faydalardan biri nədir qardaşlar? Sünnə Quran-ı Kərimi təfsir eləyir. Faydalardan biri səbirli olmaq və tələsməmək. Hardan çıxartdıq bu faydanı qardaşlar? Hansı cümlədən çıxartdıq? Tələsmə. Dodağını əzbərləməyə, tələsmək üçün neynəmə? Tərpətmə. Buradan nə fayda çıxardırıq? Səbirli olmaq, elm almaqda və nəticə üçün tələsməmək. Məsələ, yığılırıq qardaşlar, deyirik ki, gəlin Quran-ı Kərimi bugündən etibarən əzbərləməyə çalışırıq. Hər gün hamımız bir ayət əzbərləyir. Hər gün burada olan hər kəs 2 ayət əzbərləyir. Düzdürmü? Yığıldıq, söz qoyduq, hər gün fəcr namazından sonra yığılırıq. Maşallah, tabarakallah. Siz bu mənzərəyi düşünə bilirsinizmi? Yəni, burada olan bu kütlə hər gün fəcr namazına gəlirik, dərsdən sonra yığılırıq, hamımız hərə bir tərəfə çəkilir, 10 dəqiqə vaxtımız var, 2 ayəni əzbərləyirik, gəlirik. Hər gün belə yaşayırıq. Gözəl deyilmi? İndi siz təsəvvür edin, bu qaydanı qoymuşuq, hər gün yığılırıq. Bir qardaş deyir ki, qardaş, mən hər gün gəlirəm, amma əzbərləyə bilmirəm. Bax, bu adam 10 ayə əzbərlədi, hələ mən 2-ci ayə deyəm. Bu adam 20 ayə əzbərlədi, hələ mən 2-ci ayə deyəm. Buradan çıxardılan fayda odur ki, sən üzülmə, sən tələsmə, narahat olma, onun 10 ayə əzbərləməz, sənin hələ bir ayədə qalmağın, bu sənin vaz keçməyin üçün bir səbəb olmamalıdır. Tələsmə, səbirli ol və gün gələcək, sən də əzbərləyəcəksən. Başa düşürsünüzmü qardaşlar? Tələsmək, səbirsizlik, elm almağa mane olan şeylərdən biridir. Tələsməyək. Bugün hafızamız zəif ola bilər, o deməkdir, elə qalacaq, sabah güclü ola bilərik. Bugün bir ayəni əzbərləməkdən aciz isə ola bilər ki, sabahla biz 10 ayə əzbərləyə bilək. Qısacası, nəticə üçün tələsmirik və səbirli oluruq. Faydalardan biri, qardaşlar, bu faydayı deyəcəm, amma hansı nöqtədən çıxartdığımızı Ceyhun düşünsün, Renat düşünsün, bir də Elbrus düşünsün. Bax, üçünüz bu faydanı hardan çıxartdım, istəyirəm onu dəyəsiniz. 8-ci fayda bu hədisdən elmi unutmaqdan qorxmaq gözəl şeylərdəndir. Faydalardan biri budur. Bir adam elmi unutmağından qorxursa, bu qorxuya görə o adam öyülür. O adam öyülür, təriflənir. Hardan çıxartdıq bu faydanı? Peyğəmbər s.ə.v dilini tərpətməsindən. Hardan çıxartdıq? Dilini tərpətməsindən. Niyə tərpədirdi Peyğəmbər s.ə.v? Unutmaqdan qorxurdu. Ona görə Peyğəmbər s.ə.v dilini tərpətdiyinə görə qınanılmır. Allah tərəfindən qınaq deyil, sadəcə rahat ol, biz zaten onu sənin qəlbinə indirəcək məsələsidir. Ona görə elm əhli deyir ki, bir elm tələbəsinin doğrudan da qardaşlar ən böyük qorxusu nədir bilirsinizmi? Nədir? 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 Baxın, mən istəmirəm ağzı tikili qardaşlarla oturam. Bir elm tələbəsinin ən böyük qorxularından biri nədir qardaşlar? Öyrəndiyini nə etmək? Unutmaq. Bu, elm tələbəsinin ən qorxduğu şeydir. Bizim bir müəllim var idi. Mədinədə
Allah rəhmət eləsin, eşitdiyimə görə dünyasını dəyişib. Bir gün mənə dedi ki, Veysel dedi, hər gün dərsi gəlirsən mi? Dedim, bəli. Adətən Mədinədə oxuduğum müddətcə qardaşlar, 19 ilin ərzində mən yadıma gəlmir ki, 19 ildə mən 10 dərs buraxam. Yadıma gəlmir yəni. O buraxdığım dərslərdə ya xəstəxanada olmuşam, ya da zərurətən hansısa qardaşın işini düzəltməyin arxasında. Ərincəkliklə sevmədiyim şeydir ki, mən dərsi buraxam. Mənə dedi ki, gəlirsən hər gün dərsi? Deyirəm, bəli. Kibirlilik olmasın deyə dedim ki, bacardığım qədər gəlirəm. Mənə dedi ki, pəki, hər evindən çıxıb dərsə gələndə niyyət eləyirsənmi ki, mən özümdən cəhaləti qaldırmaq üçün, haqqı öyrənmək üçün, əməl etmək üçün, sonra bu öyrəndiyimi insanlara çatdırmaq niyyəti ilə gəlirəm. Hər gün dedi, ürəyindən otaqdan çıxarkən keçirim bu. Dedim, yox. Dərsə gedirik. Hamı durur gedir, mən də dərsə gedirəm. Hamımız hazırlanıb dərsə gedirik. Dedi, sənin fərqin, sənin xəbərin varmı ki, hər iki dərsə gələnin arasında savab baxımından yerlə göy qədər fərq var. Biri durur, hər kəs dərsə gedir, çantayı çiynə atır, mən də gedirəm. Biri də var, o dərsə niyə getdiyi haqqında içindən bir gözəl niyyətlər, hədəflər. Hər gün elm tələb eləməkdə niyyətini yenilirsən. Bu söz mənim qəlbimə, qardaşlar, beynimə həkk olundu. Ki, hər gecdən sən madəm namaza gedirsən, dərsə gedirsən, bir xeyir işə gedirsən, riyakarlıq və yaxud da klasik olmasın deyə niyyətini yenilə. İçindən bir bu şeyi yeniləyin. Və bu İbn-i Qayyimin sözündə sonra rastıma gəldi ki, iki namaz qılanın arasında eyni hərəkət eləyərək iki namaz qılanın arasındakı savabların fərqi yerlə göy arası qədərdir. Hədisdən də bu hədisin dəlil gətirir ki, bir insanın namazında qazandığı savab dərk elədiyi qədərdir. Buradan nəyi demək istəyirəm, qardaşlar? Buradan bu söhbətə girməyimizdəki səbəblərdən biri elm tələb eləyəndə elm tələbəsinin ən çox qorxduğu şeylərdən biri unutmaqdır elmi və eyni zamanda ən güclü unutmamağa vəsilə olan şeylər davamlı şəkildə niyə elm aldığını özünə soruşmaqdır. Aydındırmı? Neçə dəqiqə keçdi? La havlə və la quvvətə illə billah. Beşinci hədisi bitirdik. 6-cı hədisə keçmək istəyiriksə bu tez qutara bilməyəcəm. Və bu 5-ci hədisə 8 fayda yazmışdım. 30 faydadan elədim, 8-ini yazdım. 6-cı hədisin isə 30 faydadan elədim, 12-sini çıxartdım. Yəni, ehtimal var ki, bu dərsdən daha uzun çəkər. Nə deyirsiniz? Hədisin mətnini oxuyaq, həmən faydalara keçəkmi? Qısa-qısa. Yoxsa saxlayaq, geniş izaha mı girək? Tamam qardaşlar, o zaman bitirirəm. Allah bizə eşitib faydalardan etsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eyləsin. Allah bu kitabı haqqı ilə oxuyub, əməl eləyib, içindəkiləri yaşayıb və başqalarının da öyrənməsinə vəsilə olanlardan eləsin cümləmizi. Və sallallahu səlləm və bərik alə nəbiyyə Muhammed.